Selam, hər vaxtınız xeyir olsun. Əziz tirakçı yoldaşlar, xoş gəlmisiniz bizim kanalımıza. Özü ki bilirsiniz, 3 həftəyə internetin olmamağına görə, şəraitə görə sizlə eləyə bilmədik irtibat quraq və videomuz olmadı kanalda. Təəssüfənə üzr istəyirik biləcəm. Və bu videoda çalışacaq bu təqribən 3 həftə ilə 1 ayın ittifaqat timimiz, məhbub timimiz traktorun dövrələrində düşübdür və biləxərə pis və yaxşı xəbərlər olacaq içində. Bu videoda çalışacaq ki, onları sizinlə söhbət edək və itila verək xidmətçi əxbarı timi və çalışaq ki, dalı qalmayaq xəbərlərdən demək olar videolarımız gündələnsin. Mən fikir edirəm, ən mühim və həssas bir qəziyyə ki, bu 3 həftədə ittifaq düşdü. Biri buydu ki, mənim nəzərimdə də çox mühimdir. Biz cəmiyyətdə olduq ki, bilirsiniz əzizlər, getdik 2000-ci mərhələyə, yəni əvvəl 12 Piruzu ilə çox dramatik bir oyun oynadıq və rahat eləyə bildik ki, bilələn, əlbəttə rahat yox, eləyə bildik bilələn penaltıda çox həssas şəraitdə utaq və bir dənə böyük bizə qazanc oldu, intiqam aldıq bilələrindən benoyi. Gəldik 2000-ci mərhələdə yadınız olsa dəydik Şəmsazərə və dua edirdik ki, biz düşməyək Təbrizə oyun. Niyə? Çünki çəmən vərzişgah yadigar şəraiti yaxşı dəyərdi və biz söyünürdük ki, düşə Qəzvinə. O tıxaqdaq düşdü. Hələ heç vaxt biz bir-birini eləmirik ki, bu şərait rast gələ vəziyyətdə məmləkətdə və bu əmniyyəti qəziyyələrə görə timimiz Təbrizdən çıxıb getməyə. Yəni Şəmsazərin oyunu ki, qərardır Qəzvində bərqüzar olar, yəni cami həsfin 2000-ci mərhələsində ki, bizə də çox şərait fərahəm edir. Niyə fərahəm edir? Çünki baxsaz Piruzu ki, biz özümüz həsf eləmişdik, məsələn, İstiqlal bir daha qalır ki, oyunu getdi, Yəzdə bərqüzar elədi həmin gün və benoyi xarici oyuncularla istifadə eləyə bilmədi və çünki hərfi rahatıdır, rahat o babətdən şans gətirmişdi və Hormuzqan timlərinin birin ki, Bəndər Abbasın timi idi, həsf elədi. Hər halda bizim tim eləyə bilmədi ki, Qəzvində oyunun bərqüzar eləyən. İlləti nə mənədir? Və xatır bu ki, Korovasının səfirləri, səfarəti Korovası gəlir bir dənə namə yazır şəhərvəndilərə, yəni vətəndaşlarına ki, az cümlə bizim timdə də bilirsiniz, neçə dənə Korovasıl var, Tibur Həlloviç. Məsələn, əvvəlki İsko mürəbbimiz Diyaloq mürəbbilər də vardı onun yanında. Və izafi oyuncular ki var, Igor'di, Poskonski ki, əlbəttə düz deməzdim olur. Bəli, biləxərə Korovasıldır, Tibur Həlloviçdir, İşterkalıdır, ondan sonra Dumagoy'di və bu cür oyuncular ki, Korovasılıdırlar, bizim timdə huzurlar var və bahis olmuşdu ki, təqribən 13 nəfər şamili bu namı olurdu və Korovasının səfarəti eyləm eləmişdi bunlara ki, siz hər harda əmin yerdəsiniz, yəni mənzur Təbrizdə, oranı tərk eləməyin. Bu da bahis oldu ki, bizim tim o gün şirkət eləməsin, barın ki, hala oyunu da bir gün saldılar dalıya, təxiri 24 saat ilə bərqüzar oldu. Bəli, bizim tim şirkət eləmədi və bu oyunun nəticəsi və demək olar ki, sərəncamı vabəstə oldu komite inzibatiyə. Ki, bu ləhsədən ki, biz bu videoyu yığırıq sizə, feylən nəticə hasıl olmayıbdır. Allah neçə cələsə bərqüzar olubdur. Traktor ədilləsi budur ki, bizim oyuncu 13 dənə yaxın oyuncu və mürəbbilərimiz eləyə bilmir Təbrizi tərk eləyə. Biz gəlmədik Qəzvinə və gəh oyun təkrar olar. Bəli, o cür ki, Şəmsazər biləxərə istəyir bu mərhələdən bizdən rədd olar. Mən söymürüm oyun təkrar olar. Çünki şansı bizim utmağımız hətmən onlardan çoxdur və o da sağlaşır ki, oyunu 3 seçə. Çünki biz huzurumuz olmayıbdır. Hala biləxərə davər gəlib orada quzarış təhiyyə edib və nazir oyun filan, o hərif də gəlib meydana, Şəmsazər biləxərə öz meydanı idi. Bunlar əl-ələ verib ki, biraz qəziyyə piçid olsun və feylən komite inzibati eləyə bilməyib rəyini sadir eləyə və bu bahis olub ki, oyun feylən nəticəsi və əslən bu ki olacaq olmayacaq göydədir və camiyyətimiz əslən vabəstədir
bu oyunun nəticəsində ki, ta o birisi timlər ki, 7 tim ki, gedib o birisi mərhələyə, bir daha da tim buradan izafə olacaq onlara. Hala bu ərz edim ki, Sibahın da həsf olubdu Xeybən Əli ilə. Xülasə cami həsfi də təklifimiz müşəxəs deyil və o birisi 7 timlə bizi gözləyir. Ta bizim nəticəmizi elan elə və demək olar 4 dənə oyunla nimə nəhai və final ki, bizim dediyim kimi əliyə müsabaqə mərhələ rədd eləyək hala. Biləxərə hər iki tərəf də həm bizim tim, həm hərif səhərli ki, özünə tərəf çəkər, onlar ücretsiz istil eləyirlər və biz tikrar eləyək. Bilmirik nədir olacaq qəziyə. Ərz olsun xidmətçi, bir dənə xoş xəbər ki, oldu biləmizə, hətta bu belə pis xəbərin qabağında. Məhləvan oyununda yadınızda olsa biz hala bir dənə də qol vurduq ki, qəbul olmadı. Getdi Vieira çox demək olar mətəxəşxəşə qoydular və bizim qolumuzu qəbul eləmədilər. Biz Məhləvanın oyunun 1-1 heç-heçə Təbrizdə eləyə bilmədik nəticəlıq və bu bahis olmuşdu ki, biz cədvəldə yaxçı caygahımız olmasın. Hala o tür ki, xəbərlərdə eşitdik. Traktor o oyundan sonra bilafasilə 24 saat hər timin fürsəti var ki, bir də məsələn şikayət hərfin oyuncusuna filanı, təxəllüfünə zadına əncam versin və xoşbəxtانه traktor cərəhlıq eləyib və 24 saatin içində Məhləvanın bir dənə oyuncu xidmət sərbəasına şübhəli olduğuna görə bilələrinə şikayət eləmişdi və bu bahis oldu ki, komitə inzibati 3 imtiyazı oyunu versin bizə. Yəni 3 heçə bizi bərəndə elam eləsin oyunda bir xatirə hərfin bir dənə müşkül demək olar sərbazlıq müşkülünə görə və oyunu Məhləvan tutulsun və 3 heçə bizim nəfimizə o nəticə yazılsın ki, bu bahis oldu 2 imtiyaz biz izafətər alaq cədvəldə və caygahımız hətmən ki, yaxçıtər oldu. Və bu Məhləvanın əlbəttə etirazı ilə müvacih oldu və getdi komitəyə istinafa. Həmin komitə ərizə eləmə indi cami həsfinin də pərəvəndəsi getsə və bizim ədəmi nəfimiz olsa, ehtimalən başqa apara komitəyə. Komitə istinaf yenə vərdəsə elədi və bizim əlbəttə təhbizlər. İstiqlal da burada müntəfi idi ki, bu bahis o şahid biz tək olsaydıq bu nəticəyə qeytər edilə. Bəli, istiqlalın olması, onlar da 24 saat içində şikayət ediblər və 3 heçə oladım buyuruz elədi. Hər iki tim müsahibə eləmişdi bu oyuna və 3 imtiyaz onlara da variz oldu və bu bahis oldu bizim caygah ərz eləyəm. Cədvəldə yaxşı olsun və komitə istinaf da xoşbəxtانه 2-3 gün qabaq rəy təyin elədi və də qətvən biz o oyunu 3 heçə utmuşuq və hərif əlbəttə o timlər ki, bu nəticədən və bizim o 2 imtiyaz almağımızın zərə elə Piruzi ilə Sipahan əlləşirlər ki, bu aparala kəsə. Ki, Allah bilmirəm nə qədər eləyə bilərlər, müvəffəq olalar və feylən ki, cədvəldə biz 2 imtiyaz variz olubdu bizim hesabımıza və xoşbəxtانه biz hala beni o düz haqqımız idi. Çünki dediyim kimi qol da vurdıq bəli. Gəldilər və irad tutdular və qolumuzu demək olar hesablamadılar və bahis oldu biz orada bir daha adı müsahibə alaq ki, bu demək olar rəylə o 3 imtiyaz bizim hesabımıza variz oldu. Hətta bizim təfazüldə də fərq elədi. 3 heçə bizim və oradan da 3 təfazülümüzü izafələşdi və bu bizə sevindirici bir qəziyyə idi. Bir dənə mütəəssifانه pis xəbər ki, eşitdik bu demək olar bu etirazat qəziyyəsində və bu şərait ki, İranda var idi. Bizim bir dənə qədimi və çox sevməli oyuncularımızın bizim əldən verdik pişkisət hesablanırdı başqamıza. Müstəbət hərşiz ərz edirəm xidmətçə. Bir dənə ədəbli oyuncu idi, mən yaxından da görmüşdüm biləsin. O zaman ki, Kəmalvənd dəstəkdən timimizi gətdi Ligi Bərtərə. Ligi Bərtərdə də bizə oynadı, çox baş aşağı yaxşı uşaqdı və təəssüfانه biz bu oyuncuyu əldən verdik və həqiqətən xəbərini eşidəndə hamımız narahat olduq. Mən bu təriqlə də təsliyyət ərz edirəm həm bütün traktorçulara, həm də onun xanvadəsinə inşallah ki, axır qəmimiz olsun. Ərz olsun xidmətçə ki, bir dənə də ayrı qəziyyə ki vardı. Təəssüfانه şəraiti, vəziyyəti məmləkət bahis oldu ki, AFC mizbanlığı biləmizdən alsın və Asiyayın oradakı qərarda biz Əsədin qabağında traktoru mizban idi və yadgar imamda həmən Səhənd stadionunda biz mizbanlıq eləyək Əsədi Qətərdən. AFC elam edədi, başqa hak eləyə bilməsən sən öz vərzişkanında mizban eləyəsən və bir dənə ayrı məmləkətdə gərək elam eləyəsən mizbanlığı və seçəsən və biz ora sənin oyununa salaq ki, o üç xəbərlərdə biz eşitdik İmarata traktor
dərxəst vermişdi. Bəli, axır xəbər ki, mən eşitmişəm bu gün ya dünən xəbəri yayıldı. Hala bilmirəm qəziyyə nə mənadır. Bəli, Qətərin özündə istəyir traktor Qətəri timlə mizbanlıq eləyir ki, bu özünün oyunda cəlibdir ki, bir dənə tim Bankə xaricəxana gərək olaydı. Yəni Əsəd gəlirdi, bir ayrı məmləkətdə oynayırdı. Hala İrana gələnmir, gedirdi məsələn İmaratda. Ya mənim nəzərimə yaxşı olardı ki, daha sərin yerə salaydı. Hala təəssüfənə bəli eləyə bilmirik ayrı yerdə. Hala mən Özbəkistanı özüm bəyənirdim ki, gəl Özbəkistanda məsələn bizə yaxın hala irtifası filanı bərqüzarlı bu oyunumuz bəli təəssüfənə öz məmləkətində biz öz timlərindən, yəni Əsəddən mizbanlıq eləyəcək ki, çox mənim nəzərimə istisnai və cəlib şəraitdir ki, inşallah bu oyunu biz utsaq, hala bilmirəm qəziyyə nə mənə, çünki Əsəd də mütəhəvvil olubdur. Rəhbərlərini dəyişəndən sonra Mancini gətiriblər, çox gücləniblər, yaxşı nəticələr Qətərin ligində alırlar və çətin bir oyun olacaq biləmizə, məxsusən mizbanlıq dərəcə edirəm əlimizdən getdi və Asiyada da şərait düzdür. Bu mərhələdə 2 oyuncu bərqüzar olacaqdı. Ondan sonra müstəmi Ərəbistanda qərardı bərqüzar həsbi. Bəli, hətta gəlib bir dana biz eləyə bilərdik oyunu yadigar səhəndə bərqüzar eləyək ki, o da bizim əlimizdən çıxdı və eləyəməyəcək orada. Biz şirkət eləyək və demək olar timimizi hətta gəl yaxından görək oyunu və bizim oradan da məhrum olmuşuq mütəəssirən. Bu şərait ki, məmləkətdə vardı, bais oldu bir dənə yenə acı xəbər eşidək ki, bunlar hamısı biləmizə fişar gətirdi, məxsusən traktorçuların stresini çoxaldırdı ki, bir dənə həmin o qəziyyə səfarət və ədəm əmniyyəti ki, qoruvasılar vardı, bunlara notis yollurdu, ya ixtar və quşlar yollurdu səfarətləri, qoruvasılı mürəbbilərin hamısı biz öz qoler mürəbbimiz və İskoçiç əlbəttə başda İskoçiçlər deyim ki, sağ olsun bu şəraitdə timimizi tək qoymadı. Qalan mürəbbilər hamısı ayrıldılar və dəstyarlar İskoçiçin timdən getdilər və fəsk elədilər və bu bais oldu ki, İskoçiç və mürəbbi qolerdən sonra heç mürəbbi qalmasın timdə. Hala bu arada Xamban ki, İran futbolunda məşhur bir dəstyardır, kömək mürəbbidir, Anazizordur, gəlib timimizə izafələşib o cayı xoşbəxtdir əlbəttə. Ki, bu əvaxir oyunlarda da hamısında konferanslara Xamban gəlir şirkət edir, cəlibdir və İskoçiç şirkət eləmir. Hala belə dəlail əlbəttə Xuda da əziz axır müsahibəsində dedi ki, çün eləyə bilmir Xanal Vadəsinin internetin olmamağına filanına görə irtibat bərqə eləsin. Bu bahis olub çox stresli və niyaran və narahat olar İskoçiç və ona xatir şirkət eləyəmir hala. Konferanslarda və mən bu təriqlə əlbəttə deyirəm, yenə də təşəkkür edirəm biləsindən ki, hətta gəl özü üçün İskoçiç geçsəydi vaqəən Şakirliyə tim aradan gedəcəkdi. Ki, biz mürəbbaqlar idi, xarici mürəbbilər indi bu şəraitdə Təbrizə və İrana gəlməzlər. Və İranın mürəbbilərinin içində mən bir daha səlahiyyətli qozinə bilmirəm ki, tim olmaya. Hala düzdür, bəzilər məsələn Yəhya Qul Məmmədov Fuladdan ayrılmışdı, onu məsələn qozinə bizə elan edirlər və mənim nəzərimdə bu şəraitdə behtərin mürəbbi ki, bizim timin ola bilər, oyunçuların irtibatı var, timi 2 il özü bağlayıbdı, qəhrəman eləyibdi filan. İskoçistan biz yaxşı qozinə tapa bilmərik. Banklar nimfəsdə əvvəldə bəzən bizim o müsavirlər ki, heç-heçə olurdu bizim nəfimizə və deyərlər xoş ayəndimizə, xoş gəlim nədir biləmizə. Və hələ hər halda indi nimfəsi dovum timin rəvəndi çox yaxşılaşıbdı və tim eləyə bilib ki, yaxşı nəticələrini əlbəttə video cürəyəcək buna görə gedib sədr cədvəli Liga İrana. Bəs bunu dərc elədim xidmətçi. Və axır xəbər ki, bu da yenə xəbər, axtı xəbər deyil, mütəəssifانه. Timimiz eləyə bilmədi. Heç qeyri fəaliyyət eləsin. Nəql intiqalatda, yəni biz nə o oyunçu ala bildik, nə bir oyuncu qoyduq ki, bizə narsın. Əlbəttə Igor Postonski bayaq dərəcələdi, məsum oldu və Joba Salibisi qırıldı və gedib əməl cərrahi Korvasda əncam verib listdən əmələn xaric oldu. Fikrimin fəslinin axirində bizlə ola bilməyəcək. Valla bir daha yəni icbari biz listdən çıxdı və bir dənə Mehdi Hüseyni adınız olsa halfback'də yaxşı bir oyuncu idi biləmizə. Serifsəndən gəlmişdi, Xömezin zamanında oynadı. Əvailə İskoçiç keçən fəsl bu məsum olmuşdu və listdən çıxmışdı. O vardı olub listə Postonski. Yəni fəqət bizim fəaliyyətimiz burada o olubdu və Əli Kərimi, bir adam, Kəhriyar Moğanlı məxsusən söhbət edirdi, çox yaxın idi qozinə ki, bizə qoşulsun Mehdi Məhəmməd Muhibbi adında bir Asfahan oyunçu heç biri
sona çatmadı və o cür ki eşitdik AS Koçun nəql etdiyi qaratdan rəzayəti yox idi və oyunçular ki pişnahad verilə bilər əslində qəbul eləmədi. Bu baris oldu ki, ana ləcbazlıq mən ehsas edirəm bu arada vardı və mütəəssifanə timimiz bir heç ünvan təqviyyət olunmadı. Düzdür, mən bu xəbəri yayanda kanalda bəzi əziz tamaşaçılarımız, dostlarımız gəldilər, deyirlər elə bu tim ki elə bu şəraitdə saxlanıb özünə görə bir uğurdur. Mən də müvafiqəm. Biləxərə şərait məmləkətə görə o ki xarici oyuncularımız dayanıblar, getməyiblər. Çünki baxsaz indi məsələn istiqlallı bir Gabonun oyuncusu vardı. Getdi Afrikaya, bilmirəm məmləkətin zehnimdə deyil. Getdi ya bəzi oyuncular ki indi xəbər yetişir ki təmdid eləmirlər və istiqlalın da bir iki dənə oyun əvvəl idi ki əslində getmirlər xaricilər. Allah xoşbəxtlərinə bizim xarici oyuncularımız da məsuliyyət pəzirdirlər və buradan tərk eləməyiblər timi. Və bu bir daha özünə görə uğur məhsub olur. Və hələ o cür ki biz qol vermişdik özümüzə və deydik ki, hətta gəl bir dənə mühacim aldıq ya bir də halfback izafələdərik timimizə. Onlar heç biri əncam tapılmadı və timimiz edunət, yəni 0 vurudu və 0 xurucu ilə mütəəssifanə mənim nəzərimə ayaq qoydu 2-ci nifəsdə ki, bu bizə nigaran konəndədir. Məxsusən Asiya oyunlarda baxsaz Kərim Benzema bir dənə gəlib Əl-Hilala. Ya ərəbi timlərin bəzisi var, yaxçı Əl-Hilalın özü, Əl-Əhli və Qətərin bir iki dənə timi yaxçı yargirlik eləyiblər və mən bu Asiya oyunlardan vaqəən yaranam və inşallah ki səlamətlə biz eləyə bilərik. Hətta gəl həsbi getməyimiz qət olubdur və orada da yaxçı nəticələrlə biz eləyə bilərik ki, hətta gəl idamə verək bu demək olar yaxçı və parlaq nəticələr ki almışıq və baş aşağı olmayaq mənim nəzərimə. Biraz vəziyyət çox çətindir və şərait biraz istirari və boğrancıdır və məncə çətin olacaq biləmizə. Ligdə ki çox niyarançılıq yoxdur və Asiyada çox çətin işimiz bu hərflərin bu şəraiti ilə. Mən istəmirəm çox vaxt salam əzizlər. Həmişəki videolarımızda arz elədiyim kimi valla bir müddətdir yoxuduq. İnşallah davam verəcək. Niyaran olmayın kanalımız. O bir dənə şeir ki var. Həmişə deyərik yel yatar, tufan yatar, yatmaz traktor bayrağı və bir kərə qalxan bayraq daha yerə yenilməz və biz traktor kanalını inşallah həmişə uzalarda saxlayacaq, çalışacaq, videolarımız olsun, xidmətsizdə olaq. Siz də bizə dəstək verin, həmişəki kimi gəlin, like'larla. Düzdür bilirəm internet biraz məsələdir, filtr çıxanların qəziyyəsi və vəsl olmaq, sürətin azlığı, hamısı biləmizə düşünürəm bunu, qəbul edirəm. Subscribe, like və iştirak. Paylaşın videolarımızı, dostlarınızı dəvət edin, gəlsinlər bizi dəstək versinlər və həttəmən kommentlərlə də inşallah ki kommentlər azalıbdır. Kanalımızın kommentlərini doldurun, bizə ruhiyyə verin, inşallah xidmətçi olaq və ligin də inşallah Asiya oyunlarının da videolarını təqdim edəcək xidmətçi. Umuram ki həmişə başarınız uca olsun və timimiz həmişə ucalarda olsa, özümüz ucalarda olaq. Təşəkkür edirəm birazdan vaxtı qoydunuz və bu videonu tamaşa elədiniz. Həmişəki şüarımız yaşasın traktor, yaşasın Azərbaycan.